Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Azərbaycan ədəbi mühitində diqqət çəkən yeni qərarlardan biri açıqlanıb. Azərbaycan Yazıçılar Birliyi üzvləri arasında seçilmiş bir qrup gənc yazar üçün mühüm dəstək proqramı həyata keçirilib. Məlumata görə Prezident təqaüdü bu dəfə birlikdə təmsil olunan 20 gənc şair və yazıçıya şamil edilib və bu qərar ölkədə ədəbi fəaliyyətin təşviqi baxımından önəmli addım kimi qiymətləndirilir. Verilən xəbərə əsasən bu təqaüd proqramı hər il müəyyən sayda gənc istedadın dəstəklənməsi məqsədi ilə həyata keçirilir və sayın 20 nəfər olması artıq formalaşmış standart kimi qəbul olunur. Bu isə o deməkdir ki, seçim prosesi ciddi meyarlar əsasında aparılır və yalnız fərqlənən yaradıcılığı ilə seçilən gənclər bu imkandan yararlana bilir. Məsələ ilə bağlı açıqlama verən AİBN mətbuat xidmətinin rəhbəri Xəyalıza məlumatı təsdiqləyib. O bildirib ki, təqaüd alan şəxslər müəyyən yaş kateqoriyasına uyğun seçilir və məqsəd gənc ədəbi nəslin inkişafına dəstək verməkdir. Onun sözlərinə görə bu təşəbbüs artıq illərdir davam edir və gənc yazarlar üçün motivasiya rolunu oynayır. Prezident təqaüdü xüsusilə yaradıcılıq sahəsində fəaliyyət göstərən gənclər üçün böyük əhəmiyyət daşıyır. Çünki bu cür dəstək yalnız maddi yardım deyil, eyni zamanda onların fəaliyyətinə verilən rəsmi dəyər və etimadın göstəricisidir. Bu da öz növbəsində gənc şair və yazıçıların daha fəal, daha məhsuldar işləməsinə stimul yaradır. Ekspertlər hesab edir ki, belə təşəbbüslər ölkədə ədəbiyyatın inkişafına, yeni adların ortaya çıxmasına və milli ədəbi ənənələrin davam etdirilməsinə mühüm töhfə verir. Xüsusilə gənc nəsil üçün yaradılan bu imkanlar onların yaradıcılıq potensialını üzə çıxarmaq şərait yaradır və gələcəkdə daha böyük uğurların əsasını qoyur. Qeyd edək ki, Azərbaycan ədəbiyyatı zəngin tarixi və güclü ənənələri ilə seçilir. Müasir dövrdə isə gənc yazarların bu ənənələri davam etdirməsi və yeniliklər gətirməsi xüsusi önəm daşıyır. Prezident təqaüdü kimi proqramlar da məhz bu məqsədə xidmət edir. Nəticə olaraq demək olar ki, AİB üzvləri arasında 20 gənc şair və yazıçıya prezident təqaüdünün verilməsi həm onların şəxsi inkişafı, həm də ümumilikdə ölkənin ədəbi mühiti üçün müsbət və ümidverici hadisədir. Bu cür addımlar gələcəkdə Azərbaycan ədəbiyyatının daha geniş miqyasda tanınmasına və inkişaf etməsinə zəmin yaradır. Əgər bu cür xəbərlərin davamını izləmək istəyirsinizsə, kanala abunə olub bildirişləri aktiv etməyi unutmayın. Çünki biz sizin üçün ən aktual və maraqlı məlumatları təqdim etməyə davam edəcəyik.